Rusiya Bakıya verdiyi vədlərin üstündən xətt çəkir, Azərbaycana qarşı gizli savaşın detalları. Prezident İlham Əliyev Azərbaycanın Ukraynadakı səfirliyi və diplomatik missiyasının binasına, habelə bu ölkədəki enerji infrastrukturuna Rusiyanın hücumundan bəhs edib. O, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan açıq dəhliz siyasəti, Transxəzər əməkdaşlığının dərinləşdirilməsi mövzusunda panel müzakirəsində deyib ki, Azərbaycanın Kiyevdə səfirliyinin Rusiya tərəfdən atəşə tutulmasını qeyri-dost addım kimi qəbul edirik. Azərbaycanın Ukraynadakı səfirliyinə 3 dəfə zərbə olub. Birinci hücuma gəldikdə elə bilirdik ki, bu təsadüfi olub. Daha sonra Rusiya tərəfinə Azərbaycanın diplomatik nümayəndəlikləri, konsulluq şöbəsinin, mədəni mərkəzin, səfirliyin koordinatlarını vermişdik. Ondan əlavə 2 hücum olub. Bu, bilərəkdən Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumdur. Prezident xatırladıb ki, bununla bağlı Azərbaycanın bəyanatı olub, səfir dəvət olunub, diplomatik nota verilib. Dövlət başçısı bu məsələni həm də Münxen Təhlükəsizlik Konfransının mahiyyətinə uyğun olaraq diqqətə çatdırıb. Çünki Rusiya Federasiyası bugün dünyanın təhlükəsizliyini təhdid edənlər sırasında birinci yerdədir. Azərbaycan prezidentinin bu bəyanatı dünyanın bir çox aparıcı mətbuat orqanlarının diqqətini çəkib. Azərbaycanın Ukraynanın paytaxtı Kiyevdəki səfirliyi Georgiyevski döngəsi 3 ünvanında, Zalatoy Varota və Sofiyskaya Ploşet metro stansiyalarının yaxınlığında yerləşir. Paytaxtın bu ərazisində Şevçenko rayonunda başqa dövlətlərin də diplomatik nümayəndəlikləri var. Azərbaycan Kiyevdəki diplomatik missiya binasının yerləşdiyi ərazilərin koordinatlarını Moskvaya təqdim elədiyindən, habelə ərazi səfirlik və konsulluqların sıx yerləşməsi ilə tanındığından, Rusiyanın həmin əraziyə, xüsusən Azərbaycan səfirliyi və konsulluğuna raket zərbəsi endirməsi yanlışlıq və ya təsadüf sayıla bilməz. 3 dəfə eyni koordinata raket hücumunu təsadüf sayanların məntiq problemi var. Diplomatik missiyaların yerləşdiyi əraziləri raket atəşinə tutmaqla Rusiya həm də o dövlətlərin sərhədlərini pozub. Diplomatik əlaqələr haqqında Viyana konvensiyasına əsasən səfirlik binasına və onun əməkdaşlarına hücum ağır beynəlxalq cinayətdir. Həmin sənədə görə səfirlik binaları toxunulmazdır. Qəbul edən dövlət isə onları qorumağa və personalın təhlükəsizliyini təmin etməyə borcludur. Bu cür hərəkətlər beynəlxalq normaları pozur və cinayət məsuliyyətinə səbəb olur. Bu istiqamətdə cinayət törədən dövlət qarşı tərəfin əmlakına vurduğu zərərin və ya əməkdaşlara dəyən ziyanın qarşılığını ödəməlidir. Deməli, Rusiyanın hər 3 halda Azərbaycana vurduğu maddi ziyanın qarşılığını verməsi diplomatik əlaqələr haqqında Viyana konvensiyasının tələbidir. Törətdikləri qanuna zidd davranışa, dostluğa, mehriban qonşuluğa, strateji tərəfdaşlığa qarşı çıxdıqlarına görə rəsmi Bakıdan üzr istəmək, ziyanın qarşılığını ödəyəcəklərini bildirməkdənsə, Rusiya Xarici İşlər Nazirliyi həmkarlarına qarşı bu hücumu müdafiə edib. Belə ki, Moskva, Prezident İlham Əliyevin açıqlamasını Azərbaycanın Kiyevdəki səfirliyinə məqsədyönlü zərbələr barədə bəyanatında irəli sürdüyü ittihamları rədd etməyə çalışıb. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Münxen Təhlükəsizlik Konfransında İlham Əliyevin sözlərini təəccüblə qarşılayıblar. Nazirlikdən verilən açıqlamada zərərlərə görə təəssüf ifadə olunub və iddia edilib ki, bu vəziyyət güya Ukraynanın hava hücumundan müdafiə üçün istifadə elədiyi Patriot Zenit raket kompleksinin raketinin düşməsi nəticəsində yarana bilər. Bu kompleks Qərb ölkələri tərəfindən Ukraynaya Rusiyanın hava hücumundan müdafiə olunması məqsədi ilə verilib. Odur ki, həmin sistemdən raketin 3 dəfə Azərbaycanın diplomatik missiyasına düşməsi iddiası gülünc və Kremlin Sovetdən qalma qırmızı yalanıdır. Bu açıqlama sübut edir ki, 35 ildir beynəlxalq aləmdə baş vermiş dəyişikliklərdən Moskva hələ də dərs almayıb. O, qarayaxmanı, yalanı diplomatiya sayır. Rusiyanın Ukraynada Azərbaycana qarşı gizli savaşı diplomatik missiyanın binasına hücumla başa çatmır. O, Azərbaycanın Ukraynadakı neft bazasına da zərbə indirib. Sokarın bazasına hücumu Ukraynanın energetika naziri Svetlana Grinçuk və prezident Volodimir Zelenski təsdiqləmişdi. Ukraynanın Fövqəladə Hallar Xidməti Odessa vilayətində yanacaq energetika infrastruktur obyektinə zərbə nəticəsində geniş miqyaslı yanğın baş verdiyini bildirmişdi. Prezident İlham Əliyev neft bazasına zərbələrdən sonra Rusiyanı Azərbaycan obyektlərinə məqsədyönlü zərbələr endirməkdə ittiham eləmişdi. Qeyd eləyək ki, ümumilikdə Sokarın Kiyev, Xarkov, Odessa, Lvov daxil olmaqla bütün Ukrayna ərazisində təxminən 60 yanacaq doldurma məntəqəsi, həmçinin bir neçə neft bazası var. Rusiya Azərbaycana qarşı törətdiyi cinayəti ilk dəfə deyil ört-basdır eləyir. Azərbaycan torpaqlarının işğalını, eləcə də o ərazilərdə törədilən cinayətləri, o cümlədən Xocalı soyqırımında iştirakını təksib eləməyə hələ də çalışır. Rəsmi Moskva Qarabağın işğal faktının uzanmasına köməklik göstərirdi. Hətta həmsədr dövlətlərdən biri kimi ermənilərin işğalın tərəfdarı kimi çıxış eləyirdi. Elə Rusiyanın apardığı bu siyasi
siyasət səbəbindən Ermənistan cəmiyyətində elə təsəvvür yaranmışdı ki, Azərbaycan, Gürcüstan və Türkiyənin bir hissəsi onlarındır. Hadisələr Rusiyanın erməni cəmiyyətindən Qafqazda, xüsusən Cənubi Qafqazda Azərbaycana qarşı alət olaraq istifadə etdiyini təsdiqlədi. Rusiyanın mülki təyyarələrə təsadüfi olan hücumlara görə belə üzr istəməmək kimi bir şakəri də var. 2024-cü il dekabrın 25-də Azərbaycan hava yollarına məxsus Embraer 190 sərnişin təyyarəsinə hücum da buna nümunədir. İlkin istintaq nəticələrinə əsasən təyyarə Rusiya Pantsir S-1 ilə vurulub. Bunun nəticəsində baş verən qəza nəticəsində təyyarənin göyərtəsindəki 62 nəfərdən 38-i ölmüşdü. Rusiya prezidenti Vladimir Putin Azərbaycana vurduqları ziyanın qarşılığını, kompensasiya verəcəklərini boyun olsa da, indiyə qədər bu istiqamətdə bir addım belə atılmayıb. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 2022-ci il fevralın 22-sində müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə imzalanıb. Həmin sənəddə tərəflər bir-birinin təhlükəsizliyini təhdid edəcək hərəkətlər, əməllər eləməyəcəklərini bildiriblər. Lakin Rusiya qanunları tapdalamaq ənənəsinə bu istiqamətdə də sadiqliyini nümayiş etdirir. Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini tanıdığını bildirib. Rəsmi Bakı Rusiyanın bu ölkəyə qarşı hərbi əməliyyatlarını təcavüz kimi tanıyır. Moskva bu addımı ilə beynəlxalq münasibətləri və normaları nüfuzdan salır, onu heçə sayır. Görünür, Rusiya hələ də bəzi gerçəkləri anlamaqda çətinlik çəkir. Ukrayna bataqlığını isə uğur sayanlar eyforiyadan ayrıla bilməyənlərdir. Rusiya hələ də keçmiş müttəfiqləri özünə cəlb etməyə çalışır. Ancaq Moskvanın raket zərbəsi ilə böyük güc, böyük qardaş olması Qızıl Ordunun işğalı qatarı çoxdan gedib. 35 ildir Rusiya Federasiyası yenilənə, Sovet sistemindən, ideologiyasından xilas ola bilmir. Zaman onun xeyrinə işləmir. Moskva beynəlxalq aləmdə təklənir. Bu reallıqdır. Sədrəddin İsmailov, Leyla Mehdi qızı, Bəşir Əli, Report.